Son günlər Polşanın Varşava və digər iri şəhərlərində hökumət tərəfindən həm yerli əhali, həm də ölkədə yaşayan mühacirlər üçün müharibə və fövqəladə vəziyyətlə bağlı xüsusi təlimat kitabçalarının paylanması intensivləşib. Bu barədə Today Press TV-yə danışan Polşada yaşayan siyasi şərhçi Kamran Sultanlı bildirib ki, Avropada müşahidə olunan bu addımlar yalnız Rusiya amili ilə izah olunmamalıdır. Eyni zamanda Avropada hazırda əsas qorxulardan biri Qrenlandiya ətrafında transatlantik əməkdaşlıqda baş verən çatlar, ABŞ-ın Qrenlandiyaya, yəni Danimarkanın beynəlxalq tanınmış ərazisinə, NATO-nun ərazisinə olan müdaxilə ehtimalı, Qrenlandiyanın ABŞ birləşməsini tələb etməsi, ABŞ-Avropa Birliyi arasında münasibətlərdə fikir ayrılığı. Ekspertin sözlərinə görə Avropa İttifaqı eyni anda iki istiqamətdə təzyiq altındadır. Avropa Birliyinin bir tərəfdən ABŞ-ın Qrenlandiya olan iddiaları ilə, digər tərəfdən Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə üzə qalması, bütün bunlar ittifaqı iki cəbhədə və xüsusən iki böyük hərbi güclə toqquşma ehtimalına gətirə bilər. Yəni Avropa siyasətçiləri belə düşüncələr mövcuddur. Bu baxımdan da onlar hazırda müharibə vəziyyətinə hazırlaşırlar, cəmiyyəti müharibəyə hazırlamağa çalışırlar. Eyni zamanda bu cür addımlarla onlar sosial xərclərin azaldılması, hərbi xərclərin artırılması ilə bağlı cəmiyyətin razılığını əldə etmək və cəmiyyətin narazılığını azaltmağa çalışırlar. Analitik vurğulayıb ki, Avropada sağçı siyasi qüvvələrin reytinqinin artması da bu məsələdə mühüm rol oynayır. Əgər sosial təminatlar zəiflədilərsə və hərbi xərclər kəskin şəkildə artırılarsa, bu daxili gərginliyi daha da yüksəldə və sağçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalını gücləndirə bilər. Buna görə də Avropa siyasətçiləri bu məsələdə balanslı siyasət yürütməyə çalışırlar. Qiymət Mahir, Namiq Abbasov, Today Press TV.